Burada da yenə bax zahiri və batininlə söhbət gedir ha. Biz sevgi deyəndə mən öz adıma deyirəm ki, biz bilmirik Əhl-i-Beyt kimdir və onu sevmək nədən gedir söhbət. Sevən sevdiyinə oxşayar. Sevən sevdiyi kimi yaşayar. Gərək o sevgi dildə olmasın, biruzə versən. Əgər Əhl-i-Beyti doğrudan sevsən, Əhl-i-Beyt sənin əlindən mütləq tutacaq. Mütləq şəkildə sən günaha meyl eləyə bilməyəcəksən. Günah anı ki rastlaşdın qabağında bir ilahi möcüzə ilə stopla dayanacaqsan. Qoymurlar qardaş, imkan verməzlər sənə, sən çirkaba bulaşasan o sevgiyə görə. Necə olur bəs mən o boyda sevgini əldə eləmişəm, amma günaha da meyl eləyirəm. Sən azad iradəlisən. Sənin seçimə heç kim müdaxilə eləyə bilməz ta ki sən istəyənə qədər. Əhl-i-Beyt baxır qəlbinə, görür ki, sənin qəlbində günaha meyillilik yoxdur. Amma zahirə aldanmısan sən də. Sevgi orada qalib gəldiyi üçün bir ata nəvazişi, ana məhəbbəti ilə səni oradan xilas eləyirlər. Amma burada sənin əgər o sevgin olmasa, bax o günahkarlara ona görə müdaxilə oluna bilmir. Müdaxilə olunsa, bu ilahi prinsiplərə ziddir. Sənin yerinə kimsə oyunda iştirak edir. Sənin yerinə heç kim iştirak edir. Sabah qiyamət günü sən özün özə